Salam, hər vaxtınız xeyir, dəyərli izləyicilərimiz. Bizim bugünkü qonağımız Kəmalə Elmar qızıdır. Vətəni sevmək sözdə deyil, əməldə göstərilməlidir. Vətəni sevmək, vətənin dəyərlərini, milli sərvətlərini, şəhidini, qazisini, bütün vətəndaşlarını sevmək deməkdir. Məncə vətəni sevmək hər bir kəsin mənəvi borcudur və onun mənəvi işlərimizlə göstərməliyik. Mən də hər zaman buna çalışmışam. Vətənpərvərlik mənim üçün ailədən gələn bir hissdir, bir hissdir. Ona görə ki, mən pərvər bir babanın nəvəsiyəm. Mənim yaxınlarım Birinci Qarabağ müharibəsində könüllü iştirak edən, qəhrəmanlıq göstərən insanlar olublar. Və mən hər zaman övladlarını itirən şəhid valideynlərinin əhatəsində böyümüşəm. Onların həm yurd həsrəti, həm övladlarının itkisi ilə necə mübarizə apardıqlarını görmüşəm, onların şahidi olmuşam. Hər zaman da içimdə bir vətən həsrəti olur. Çünki mən özüm Laçınlı olmam. Və 44 günlük vətən müharibəsində vətənimizi qoruyan igidlər yeri mənim qəlbimdə xüsusidir. Ona görə ki, mənim sevimli elimi azad ediblər. Onlara mənim düşünürəm ki, bir mənəvi borcum var. Hər zaman da onların yanında olmağa çalışıram. Mən 44 günlük vətən müharibəsi şəhidlərinin tədbirlərində mütəmadi olaraq iştirak edirəm. Həm qiraatçı kimi, həm aparıcı kimi. Rayonlarda oluruq, şəhərimizin bir çox mədəniyyət mərkəzlərində, şəhid tədbirlərində oluruq. Hər zaman çalışıram ki, motivasiya xarakterli söhbətlər aparıb, anılıq olsa da şəhid valideynlərinə dəstək olaraq, onlara ruh yüksəkliyi verək, onların övladlarının itkisini bir anlıqda olsa unutturmağı bacarırımsa nə xoşuma. Maddi və mənəvi dəstək olanlar, olmayanlar oldu mu? Mənə əngəl olmaq istəyən insanlar oldu. Mən düşünürəm ki, yolu açan Allahdır. Əgər niyyətin safdırsa, ürəyin safdırsa, yolun hər zaman açıq olacaq, maneələr olsa belə. Yetər ki, biz onun maneələrin, çətinliklərinin üzərinə gedək, deyə düşünürəm. Mən hər zaman problemlərin üzərinə gülümsəyərək yeridim. Siz ha vaxtdan bildiniz, ha vaxtdan o hiss içinizdə yarandı ki, siz vətənpərvərsiniz və vətənpərvər ruhda da böyümüsünüz. Birinci Qarabağ müharibəsində mənim dayım şair Rəşid Ağalarov, polis kapitanı, könüllü olaraq Laçınımızın müdafiəsinə gedəndə mən 3-cü, 4-cü siniflərdə oxuyardım. Mən onda artıq başlamışdım göyərçin pioner jurnallarında vətənpərvər ruhunda məqalələr yazırdım, kiçik həcmli məqalələr. Dövlət radiosunda Pioner Şeyxov verilişində iştirak edirdim və dayımla fəxr edirdim və bu fəxarət hissi məndə bu vətənpərvərlik ruhunu formalaşdırdı.